Onları inam olaraq qeyd edirəm. Məsələn, aylardır, həftələrdir. Bunlar konstant olaraq qəbul olunur da, düzdür. Maşının markasıdır, daha sonra ölçülərdir. Məsələn, kiçik, böyük, orta ölçülərdir. Bunlar hamısı inam olaraq qeyd olunur. Çünki bunlar zaten dəyişməyən bir şeylər olduğu üçün bunlar konstant olaraq qəbul olunur və elə istifadə olunur. İndi onların ətraflı detallı izahına gedək bir yerdə baxaq. Məsələn, burada qeydlər var bəzi. Deyir, define fixed set of constant. Bu o deməkdir ki, enam hansı ki dəyişməyən dəyərlər ki var, onları biz enam olaraq veririk. Okay, yazılışı belədir. Enam. Və useful when you have a limited number of predefined values. Okay, sən deyir, əgər limitli dəyərlərin varsa, məsələn, sənin həftəndə də 7 gündən artıq olmaz, həftədə 7 gün var. Onda sən onu nə edirsən? Enama çıxardırsan. Aydır, məsələn, 12 aydan çox olmur, onu enama çıxardırsan. İstiqamət sağ, sol, yuxarı, aşağı, çəp istiqamətlər bəlirlidir də, başa düşdünüz? Yəni bunun başqa variantı yoxdursa, bunlar hamısı nəyə gedir? Enama çıxır. Məsələn, rollar, admin var, user var. Bunlar bir yerə qədər limitlidir də, ondan tərəfəsi yoxdur. Onlar da enam olaraq qeyd olunur və s. və s. Bir də bunların ən önəmli xüsusiyyətləri nədir? Oxunaqlılığıdır. Oxunaqlığı birbaşa ad üzərində göstərəcək. Məsələn, Monday birbaşa sözün özü tərcüməsi deməkdir, başa düşdünüz? Əlavə dəyər verməyə ehtiyac yoxdur. Yəni, məsələn, belə verməyə ehtiyac yoxdur. String day bərabərdir Monday. Belə yazmağa ehtiyac olmayacaq. Birbaşa dəyərin elə özü Monday olaraq yazılacaq və siz belə bir şeyə ehtiyac duymayacaqsınız. Və daha sonra type safe nə deməkdir? Yəni, o yazılışın qorunması deməkdir əslində. Yəni, siz səhərsi gün o Monday birbaşa çağıracaqsınız deyə orada yazılışda səhvə yol vermə variantınız yoxdur. İndi onların hamısını göstərəcəm. Tak. Gəlirəm, düşürəm indi aşağı bir dənə misal. Məsələn, aşağıda day üzərindən example var. Bir dənə class yaradıram, adı day olsun. Okay. Böyüdürəm, bunları gətirirəm bura. Məsələn, klassı yaratmamışdan əvvəl, bunu silirəm, yaratdığım klassı. Silirəm, təzədən yaradıram. Yaradanda fikir verin burada, cürbəcür class tipləri var. Class var, interface var, enum var, annotation exception var. Mən indi enum olanı yaradıram. Baxın, basıram enumun üstünə və yazıram bura nə? Day. Yazdım. Fərq nədir burada? Baxın, burada public class test yazılıb, amma burada public enum deyə yazılıb. Enumdur. Birində class, birində enumdur. Düşürəm aşağı. Burada böyük hərflərlə yazılır, bu arada enumlar. Struktur olaraq böyük hərflərlə qəbul olunur yazılışı. Mən yazıram burada nə? Monday. Monday. Okay. Sonra yazıram Tuesday. Sonra yazıram Wednesday və s. və s. İndi həftənin günlərini bir-bir yazmayacağım. Option götürürəm, həftənin günlərini. Qoyuram bura. Okay, yəni bu mənim fix olaraq nəyimdir? Həftənin günləridir. Yazdım bu şəkildə. Və mən daha sonra nə edirəm? Gələcəm bura, main classımın içinə, testin içinə. Okay. Mən girib bir dənə burada nə edirəm hal-hazırda? Classın adı nədir? Day. Yazıram day, nöqtə. Məsələn, görürsünüz, bütün günləri görürsünüz. Static variable kimi bir şeydir. Birbaşa classın adını çağıraq için görə bilirsiniz. Məsələn, mən bura verirəm ki, atıram Friday. Okay. Bağladım bunu. Geriyə qaytardığı dəyərə baxıram, nə qaytarır geriyə? Day qaytarır. Deməli, qabağa nə yazıram? Day. Adım nədir bunun adı? Friday yazdım. Yazaq ki, mən yazıram Friday. Buraya yazıram Friday. Və belə. Okay. Burada day belə yazılacaq. Bu formatında hazırdır. İndi mən düşürəm aşağı. Həmin burada müqayisə formatını yazıram if-lə. Deyirəm ki, əgər if biz bura Friday yazmıram, bura today yazıram. Yəni, bugünkü gün deyək ki, 5-ci gündür. Mən yazıram ki, if today bərabərdir day nöqtə Friday. Yəni, deyirəm, bugün əgər 5-ci gündürsə, bu formatda. Bərabər edirəm nəyə? Deyirəm ki, it is Friday. Bu mətni ekrana verirəm. Bunun mənə verdiyi ən əsas üstünlük odur ki, sən burada Friday verirsən. Yəni, bu yazılış var, adı üstündə birbaşa öz yazılışıdır. Məsələn, Monday birbaşa özü tərcüməsi olaraq da böyük hərflərlə yazılır və bu bir həftənin günü olaraq Java tərəfindən qəbul olunur. Bu eynən hamısı hər biri öz qaydasında. Okay. Bura qədər kimin nə sualı varsa məni dərhal saxlaya bilər. Mən burada run eləsəm, təbii ki, it is Friday ekrana çıxacaq. It is Friday. Baxın burada. It is Friday. Çünki bugün 5-ci gündür. Else qoya bilərsiniz və s. şərtləri yoxlaya bilərsiniz. Bu, bunun ən sadə prinsipidir. Amma bir də məsələ nə var? Bir də məsələ, məsələn, deyək ki, burada day-in içində bir neçə data var da. Mən onu deyək ki, hamısını option çapa vermək istəyirəm, ekrana vermək istəyirəm. Nə yazıram? For
Yazıram ki day nədir? Bu enam klassının adıdır da. Day.values. Values nədir? Dəyərlər deməkdir. Values. Görürsünüz geriyə nə qaytarır? Massiv. Yəni bir neçə dənə dəyər olacaq. Niyə bir neçədən? Çünki cidden də 1, 2, bir neçə dənə görürsünüz. So, day.values verirəm. Bitdi. Önündə bir dənə nə yazırsınız? Day. Tipi nədir bunun? Day-də axı. Yazıram onu verir. Day. Bitdi. Və burada mən bir dənə aşağı düşüb S-out verib D ekrana versəm, bütün həftənin günlərini ekrana vermiş olacam. Yəni, bütün bu günləri mən ekrana çap eləmiş olacam. Bunu da bağlayıram, lazım deyil. Run edirəm. Gördünüz, bütün həftənin günləri ekranda çıxdı. Sunday, Monday, Tuesday, Wednesday və s. və s. İndi bunun mənasını hər kəs başa düşdü, düzdür? Bunun mənası biz keçmişdik. For each deməkdir. Yəni, mən bir dənə day.values var. Burada yeni keçdiyimiz şey budur. Baxın, bir dənə values. Values hardan gəlir? İçinə girirəm. Baxın, buradan. Yəni, inamın mənə verdiyi bir funksiyonallıqdır. Values sözü. Mən onu yaratmamışam özüm. İnam özü mənə verir o metodu. Day.values verdim. Öz tipinə mənimsətdim. Sistemə out verib, ekrana verməyə çalışanda deyil, bütün həftənin günlərini gətirdi. Çünki values geriyə nə qaytarır? Baxın. Massiv qaytarır. Görürsünüz. Day massivini qaytarır. Massiv nə deməkdir? İçində bir neçədən dəyərlər var. Bura qədər kimdən sual var mənə? Versin. Kimin sual varsa versin. Cavablandırım, sonra davam edəcəm. Hamıya aydın oldu hər kəsə? Tamam. Okay. Aydın oldusa nə gözəl. İndi gedirəm inamın nisbətən biraz daha çətin versiyasına. Biraz. Çox yox. İnam parametrlərlə olan inam. İndi gəlirəm bura. Məsələn, buraya yazaq ki rename. Bu package-in adı olsun simple inam. Okay, simple inam. Bir dənə də parametr aid inam. Bunları biz hal-hazırda nə edirik? Bağlayırıq. Bunlar mənə lazım deyil. Gəldim bura. Burada da level adında inam klası. Baxın, yenə düşürəm aşağı inama. Level adında inam klası yaratdım. Enter bastım, yarandı. Yarandı. Səviyyələr nə var bizdə level olaraq? Aşağı, orta, yuxarı, düzdür. Low, medium, bir də high var. Düzdürmü? Yes. Mən bunu yaratdım. Bura qədər bayaqkindən tamamilə eyni şeydir. Bunun sadəcə bir dənə fərqi odur ki, buna biz parametr də verə bilirik. Məsələn, atıram da, bayaq sizə həftənin günü gəldi, düzdür? Elə adam ola bilər, istəyər ki, onu 5-ci gün olaraq görsün, Friday. Elə adam olaraq ki, o Friday 5 olaraq görmək istəyir, yəni o rəqəm olaraq görmək istəyir, mətn olaraq yox. Ona görə low qarşısında yazıram, dərəcə verirəm, 1, istədiyim rəqəm verirəm. Medium qabağında 2, high-in də qabağında yazıram, nə? 3. Hal-hazırda xəta verir, nəyə görə? Dedik ki, sən konstruktorun yoxdur, mən bunu hara ötürüm? Bir dənə də aşağı düşüb nə edirik? Konstruktor yaradırıq. Düşürəm aşağı, konstruktor yaradırım. Yazıram nə? Konstruktor necə yaradılırdı? Public level. Okay. Bu mənim nəyimdir? Konstruktorumdur. Bu dəyərimin tipi nədir? Bir dənə səsləri açın da hər kəs bir yerdə baxaq. Amma bu rahat səs açın, hər kəs səs açsın. Elə bir yerdə danış-danışa gedək ki, maraqlı olsun. Baxın, dəyərimin tipi nədir hazırda? Int. Deməli, mən bura parametr olaraq nə verirəm? Int verirəm. Yazıram ki, int level. Int level verdim. Və burada konstruktorun normal standartı nədir? This.level bir saniyə. This.level hatırlamalısın. Əslində low medium deyildi, bir saniyə. This.level, mən onu yadıma salmağa çalışıram bu hissəsini. Bir saniyə. Okay, this.level number. Hə, mən field verməyi unutmuşum. Bir dənə də bura public private verəcəm hətta. Bir dənə bura private int deyirəm ki, level verirəm. Yəni sən səviyyə vermişəm bura, okay. Yəni burada mən this budur. Gələn də qarşı tərəfə gələndə bu olacaq. Mən deyirəm ki, this.level-a mənimsədirəm. Nəyi? Mənim parametrdən gələn level-ımı mənimsədirəm. Okay, bu formatda. Və artıq məndə demək olar kodumun hər bir hissəsi hazırdır. Burada bir dənə nə çatışmır məndə? Baxın, parametr var. Set var, bir dənə qaldı. Konstruktoruna set edirəm. Məndə yerdə qalan nə oldu? Get. Public.
Tipim nədir? Geriyə qaytardığım int. Rəqəmi alacam axı bayaqdan. Mən bayaq dedim ki, mətn istəmirəm artıq, rəqəmi istəyirəm. Deməli nə edirəm? Int get level. Vəsə. Geriyə də nəyə qaytarıram? O bunu. Çünki bura bir set vermişəm axı burada. Bura mənim setmişəm dəyəri. İndi bunu götürürüm geriyə çəkirəm. Baxım görüm orada nə var. Get level. Bu da hazırdır. Okay. İndi gəlirəm burada. Test adında klass yaradıram. Həmin bu enamı test edəcəm hal-hazırda. Düşürəm aşağı. PSV. Okay, hazırdır. Test eləyəndə baxın burada bir dəyər verirəm və dəyəri sadəcə ekrana çıxardıram. Gəlirəm bayaqki məntiqlə level nöqtə high. Məsələn high verirəm ya da mən medium verirəm. Okay, medium. Medium verdim, bağladım. Və bunun qarşısına verirəm. Level bərabər. Okay. Burada hər şey artıq hazırdır. İndi burada bir dənə önəmli məqam üzr istəyirəm. Burada bir dənə önəmli məqam odur ki, mən indi burada bayaqkından fərqli olaraq həm mətn qaytara bilərəm, həm də rəqəmini qaytara bilərəm. Necə? Düşürəm aşağıya. Deyirəm ki, level 1. Sadəcə bura level yazsam, mənə nəyi qaytaracaq? Bunu qaytaracaq. Düzdür? Bir də mən nə yazmışdım? Parametr vermişəm orada level parametri. Bu nəyi qaytarır? Bu onun içindəki rəqəmi qaytarır mənə. 1, 2, 3-ü. Get level. Gəlirəm. Necə? Yox, burada zaten hissiyatla yazmışıq da. Burada siz nə edirik? Level 2 yazıram. Amma burada artıq level nöqtə verirəm ki, bu get-i çağırım. Get level edirəm. Get level nə edir? Həmin onun içindəki rəqəmi artıq gətirir. Yəni bildiyimiz nöqtə get level verirəm. Nəyi gəlib çağırıram? Bunu çağırıram. Yaratdığım metodu geriyə çağırmış oluram. Və gəlsəm run eləsəm, bir dənə medium görəsiz, bir dənə də 2 görəcəksiniz. Baxın, level 1-də mediumdur, çünki birbaşa levelin özünü çağırmışam. Düzdürmü? Amma level 2-də 2 gəlib. Nəyə görə 2 gəlib? Çünki 2-nin içinə gedirəm, mediumun dəyəri nədir bizdə? Mediumun dəyəri nədir? 2. Çünki mən... Yes. Mən nə elədim? Getdən getim mediumun dəyərini gətirdim. Yəni, bura mən bu dəqiqə high versəydim, 3 gələcəkdi. Burada az 3 olacaq, run eləsəm. Çünki high-in içində neçədir? 3-dür. Run eləsəm, bu 2 olacaq, 3. Güzel. Bu hissə hamıya aydın oldu. Okay. Kənan Zeynal Məhəmməd. Okay. Onda bir dənə sual verim də o bir şeyə. Parametrli olan enamla parametrsiz enamın əsas fərqi nədir? Ən əsas fərqi. Okay, bu bizə harda lazım ola bilər? Zeynal Məhəmməd. Bu nədən asılı olaraq dəyişə bilər? Məsələn, Zeynal cavab verə bilərsən, bu nədən asılı olaraq dəyişə bilər? Mən harda səncə parametrli işlədərəm, harda parametrsiz? Yəni belə deyim də. Okay, indi low var bu hal-hazırda, low, medium, high. Bunu biz nəyə oxşatdıq bu yazılışı? Konstruktora oxşayır tam olaraq, yoxsa yox? Ya konstruktor yazısına oxşadı cidden də bu. Ya bunun içində 1, 2, 3 verirəm. Onu konstruktoruna ötürmüş sayılıram, yoxsa yox? Bax, qısa konstruktor. Aha. Bəs deyə bilərəm ki, mən parametrli enamın dəyəri konstruktordan alır. Bu söz deyə bilərəm. Aha, deyirəm ki, parametrli olan enamın dəyəri konstruktor. Niyə? Hansı sətirdə görürsünüz onu? Okay. Aha. Yes. Burada mən birbaşa konstruktorumdur, birbaşa buradadır. Burada konstruktorum burada. Bu sətr konstruktorudur. Okay. Belə yazmırdıq həmişə konstruktor. Bu format. Enam olduğu üçün public icazə vermir olacaq.
Okey. Çox. Bu hissəsi belə. İndi isə burdan Məhəmməd bəy, sizdə burada tam olaraq hansı hissə çətin gəldi? Okey, tamam. Okey. Düşürəm aşağı. Wrapper klasslara gəldim, çıxdım. Gələn dərs collectionlara toxunacağam, başlayacağam yavaş-yavaş. Amma hal-hazırda wrapper class nə deməkdir, ona toxunacağam. Ondan sonra da keçəcəyik. Burada hal-hazırda nə baş verir? Baxın, bunun adı nədir? Wrapper class. Wrap nə deməkdir? Yəni bir şey wrap bağlamaq deməkdir, örtmək. Məsələn, telefonu mən hal-hazırda nə etdim? Wrap elədim, bağladım. Wrap o demək ki, yəni siz sadə bir dəyəri obyektə çevirirsiniz və yaxud da obyekti çıxardıb sadəyə qaytarırsınız. Okay? İndi bu mənası odur. Mən gəlirəm bura və bunları da bağlayıram. Bunları hamısını səliqəli eləyək ki, sonra siz rahat olun, üstündən işləyə biləsiniz. Bura verirəm wrapper. Wrapper verirəm. Okay, wrapper. Bunun içinə düşürəm. Bir dənə yenə də test adında klassı yaradıram. Hansı ki, burada əməliyyatları test edirik də. PSVM. Və düşürəm aşağı. Deyirəm ki, int unwrapped. Okay. Unwrapped dəyər verirəm 1. Nəyə görə? Bu dəqiqə nə dəyərdir? Primitiv dəyərdir. Primitiv nə deməkdir? Wrap olunmayıb. Sadə bir havada qalmış dəyərdir. Okay. İşte primitiv. Və mən düşürəm aşağı. İndi hal-hazırda onu edəcəm. Wrap edəcəm. O necədir? Integer verirəm. Nöqtə. Value of. Okay. Integerdən bunun fərqi odur ki, və bunun içinə daxil olmuram primitiv dəyərdir. Bu bir referans dəyərdir, obyektdir. Çünki içinə daxil olub bayaq klassdır, bildiyimiz klassdır. Əgər bir şeyin içinə daxil olub bilirəmsə, deməli o referans dəyərdir və o klassdır, obyekti yarana bilir. Həmin bu sadə primitiv dəyəri çevirəcəm indi böyük bir klassa. Prosta bunu götürürəm, atıram bunun içinə. Atdım. Geriyə nə qaytarıram, baxıram, integer qaytarıram. Integer. Bunun adı unwrappeddir, bunun da adını qoyuram wrapped. Bitdi. Bununla da biz artıq nə eləmiş olduq? Primitiv dəyəri primitivə çevirdik. Primitivdən qeyri-primitivə çevirdik dəyəri. Və düşüb burada artıq mən çapa versəm wrapped, mən görəcəm ki, həqiqətən qeyri-primitivə çevirdik, qeyri-primitivə. Bir dənə sual verim sizə. Baxın, verirəm sualı. Bax, unwrapped var, wrapped var. Və unwrapped. Ekrana verəcəm, ikisi də 1 olacaq hal-hazırda. Mən bilmək istəyirəm ki, kim deyə bilər ki, mən bunu hardan bu dəqiqə seçim və bu dəqiqə burada mən hardan hiss edeyim ki, nə yazım görüm ki, həqiqətən də bu wrapdir, bu unwrapdir. Hardan hiss edə bilərəm onu? Kim deyə bilər? Gözləyirəm. Unwrapped da sadə idi. 1. Primitiv. Wrap eləyəndə böyük bir obyektin içinə saldım. Elə bil ki, bayaqdan stack kimi qalmışdı, indi heapin içinə atdım. Bayaqdan öz-özündə təklikdə qalmışdı. Belə bir şey. Yox. Burada ümumiyyətcə hash kod yoxdur hal-hazırda. Bu primitiv dəyərdir. Bunun yaddaşda bir xüsusi yeri yoxdur. Mən sualın əsas məqsədi odur ki, hal-hazırda mən nə edə bilərəm ki, görüm ki, həqiqətən bu primitivdir, bu da primitiv deyil. Onu bir kodda necə sübut edə bilərik bir dəqiqə, bir sətirlə. Heç kim fikri yoxdur? Başqa, daha detallı girsək. Baxın. Yox, mən deməmiş. Zeynal, fikrin yoxdur? Zeynal. Baxın, burada unwrapped verirəm. Nöqtə verəndə unwrapped içində mən bir dənə metod görürsünüz burada hal-hazırda. Hansı bir metod? Yox. Çünki bu nə deməkdir? Primitiv dəyərdir. Metodlar hansı dəyərin içində olur? Referans dəyərin içində olur. Wrapped yazsam, amma nöqtə versəm. Bütün metodları açılır, mənə görürsünüz. Hash kodu. Baxın, bunun nəyi var? Deməli, hash kodu var. Amma unwrapped'ın hash kodu yox idi. Bunun bir metodlara ulaşımı var. Bu nə deməkdir? Deməli, bu nədir məndə? Referans dəyərdir. Çünki onun içində metodları var. Hash kodu var və s. və s. Amma unwrapped'ın
Amma unwrapped-dır. Hash kodu və s. heç nəyin yoxdur. Nöqtə verəndə heç nə görmürəm hal-hazırda burada. Okey. Bunu soruşdum tam olaraq. Və müqayisə də edə bilərsiniz. Burada düşüb ki, hə, məsələn, wrapped bərabərdir, unwrapped deyə bilərsiniz, belə də yoxlaya bilərsiniz. Bildiriş nə deyir? Is always true. Deyir, hal-hazırda zaten bərabərdir, çünki zaten bunlara baxacaq. Birlərinə baxacaq. Bu hissəsi də belə. Okey. Bu bilirsiz nə məntiqidir? Keçən dərs yadınızda baxmışdıq, pool məntiqi. Bu hal-hazırda pool məntiqinə görə geriyə true qaytaracaq. Bu hissəsi belə. Mən qayıdıram bura. Bir saniyə. Biraz aşağı düşürəm. Əslində boxinglə unboxinglə wrapperlə unwrapping eyni məntiqidir. Bu yəni mənası nədir? Burada sizdə sadə dəyər var. Referans dəyər var 100. Onu götürüb sadəyə çevirirsiniz. Bayaqkının əslində tərsidir. Yəni integer i bərabərdir, atıram 19. Bu referans dəyərdir. Siz onu götürüb nə edirsiniz? Həmin bu dəyəri götürüb sadə unbox dəyəri çevirirsiniz. Int unbox bərabərdir verirəm, i-ni verirəm ora. Mən sistem out edib i-ni versəm, artıq mən bu unbox-u basanda unbox nöqtə verəndə görürsünüz, bunu primitiv dəyəri çevirdim. Halbuki bu unbox bayaq nə idi? Referans dəyəri idi. Bir-birinin tərsidir sadəcə olaraq. Wrap, unwrap, box, unbox. Yəni adı üstündə box, unbox-un mənası oldu. Mən korobkada idi, korobkadan çıxartdım. Bu mənim hazır korobkamdır, çünki böyükdür. Niyə korobkadır? Çünki içinə girirəm, çoxlu şeylər var. Deməli bu korobkadır. Amma bu korobkadan çıxmış vəziyyət, çünki təkdədir. İçinə girmək olmur. Öz-özündə bəsə girir ancaq. Bu hissəsi belə. Sual olanda məni saxlayın. Okey. İndi gəldim parslara. Taskları əsas parsın bir də rejection üzərində hazırlamışam. İndi onlara gəlin baxaq. Baxın, gəlirəm bunu bağlayıram. Deyirəm ki, parsing. Düşürəm bura, yaradıram main adında bir dənə class. Okey. Main yaratdım. PSVM. Düşdüm aşağı. Birinci əməliyyat nədir? Mənim bir dənə string dəyərim var. String value bərabərdir. Məsələn 10. Okey. Mən düşürəm bura hal-hazırda. Deyirəm ki, value, daha doğrusu integer nöqtə parse verirəm. Baxın, parse int. Integer çağırdım. Niyə inti çağırdım? Mən hal-hazırda nə etməyə çalışıram? Bunu intə çevirməyə çalışıramsa, həmin klassın özünün adını çağırmalıyım. Integer. Double'a çevirməyə çalışsaydım, double verərdim. Nöqtə parse double verərdim. Parse double verərdim. Mən hal-hazırda integer çevirmək istədiyim üçün integer nöqtə parse int. İçində məndən nə gözləyir? Adı üstündə string gözləyir. Mənim də tipim nədir? Zaten stringdir. Mən bunu üstə basıram və yuxarıdakı value-nu göndərirəm hara? Onun içinə bağlayıram. Bitdi. Geriyə nə qaytarır? Baxıram. Baxın, int qaytarır geriyə. Deyirəm ki, int parsed value bərabərdir. İndi sistem out versəm, bura parsed value versəm, nə baş verəcək? 10 rəqəmi məndə gəlib mətin kimi yox da, rəqəm kimi çıxacaq. Bir də burada hal-hazırda belə olsa nə baş verərdi? Hansı xətanı olma ehtimalım var? İllegal arqument. İndi başqa sual verəcəm arxasından. Aldım burada number format, okey. İndi mən burada hal-hazırda neyiniyim ki, o xətanı almayayım? Bunu silməyi deməyin. Yazıb da, yəni yazmışam. Amma görmək istəmirəm onu. Neynəməliyim? Trackəçi hardan qoyum sizcə? Optimal olaraq buradan qoysam yaxşı olar, yoxsa buradan, yoxsa buradan? Yox, throw zaten özü bu xəta atır. Yes, throws verə bilərik. Amma bir məsələ var ki, mən burada tutmaq istəyirəm. Mən hansı sətri alım? Üçünü də alsam optimal olar. Bunu alsam, bunu, yoxsa bunu alsam optimal olar. Bunu. Yox, dəyər burada verilir. Amma burada zaten stringə istənilən dəyəri verə bilərəm. Bunu da verə bilərdim. Okey. Amma əməliyyat harda başlayır burada? Parse element. Yes, yes. Bax, cavab burada bilir. Cavab burada bilir ki, burada xəta olacaq. Çünki parse əməliyyatı burada başlayır icraya. Çünki bunu nəyə görə deyirəm? Adi mən burada yəni girib burada belə yazsam, Java-ya hələ deyir ki, okeydir, yəni string hər cür şey ola bilər. 10G ola bilər string. Baxın, xəta atmadı. 10G. Amma əməliyyatı icrasına başlayan anda Java görür ki, yox, sən G-ni int-ə çevirməyə çalışırsan.
Ona görə istəyir ki, try catch-i neyəsən? Try burada alasan. İşte, bunu alasan try catch-in içine. Exception, exception. İşte, exception.get message. Get close ola bilər. Close olsun. Və burada run eləsən, artıq mən nə edəcəm? Null aldım. Yes. Yəni mən bu xətamı aradan qaldırdım. İndi custom exception yaradıb dəyər də geri qaytara bilərəm, orası heç. O null hissəsini biz yadınıza toxunmuşduq, girmişdik, nəyə görə null qaytarır, nəyə görə yox. Orada mən bir başqa number format yazsam, get message versəm, number format. Number format. Əslində bunu da istifadə edə bilərsiniz. Əslində bu formatda da istifadə etmək olar. Bir saniyə, nə deyir bu? Number format exception. Number format exception. Yes. Get message verirəm. Run deyəndə mənə mesaj gətirəcək ki, deyir, sən çevirməyə çalışırsan, amma onun yeni deyir, çevirə bilməzsən. Çünki burada hərf var. Bu hissəsi belə. İndi bunu bağlayıram. Davam edirəm. Bir də bu var, double tərəf var. Double yəni aydın məsələdir ki, mən bura nöqtə ilə versəm, okey. Mən bura gəlib stringi götürüb double nöqtə ilə versəm, bu hissəsini əlinə yazmıram, vaxtımız getməsin. Təkrarlı çünki. Burada mən yəni double parse double verirəm və double string götürürəm onun içinə. Düzdür? Double string götürürəm onun içinə. Bu dəfə var yazıram, özü düzəltsin. Yəni sistem adlı V versəm, təbii ki, bunu nəyə çevirir? Double-a çevirir. Dəyərim double olur bu formatda. Yəni bunu da əgər axırına Səiddə bir dəfə Səid səndə qarşılaşmışdın deyəsən. D yazmışdın, nə yazmışdınsa. Yes. Öyle debug'a da qoşdum. Sorry. Yes, yes. Eynən. Bu rapiddir. Buradan wrap olur. Buradan wrap olur. Çünki primitivə gətirib çıxardıram. Bir obyektin içindən. Sadəcə bunun bayaq fərqi odur ki, yes, yes. Böyük klasın içindən çəkirəm, sadə bir şeyin içindən çəkirəm. Okey. İndi qayıdıram bura. Bir də bu var bizdə. Baxın. String bu bərabərdir. Nə verəm bizə? True verək. Okey. Mən düşürəm bura aşağı. Deyirəm boolean. Parse boolean. Həmin o bu ötürürəm bura. Bu bizdə boolean dəyəri idi axı true. Yadınızda. Mən var verdim bura. System out b. İndi mən ekrana verirəm bunu. Bla 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 ekrana verdim. Nə çıxdı ekranda? True. İndi bir dənə sual. Belə yazsam xəta verəcək, yoxsa nə verəcək? Okey, bəs booleanın xəta кейsi var idi. Booleanın ancaq 2 dəyərinə işləyir axı. Ya true, ya false-la işləyir. Məsələn, booleanda ya hə, ya yox var. Kulçatil kimi də ya açılır, ya da bağlanır. Gördün? Məsələn, əgər ona sərf edilən cavab deyilsə, false verdi avtomatik. Xəta atmadı. Okey. Yəni boolean əgər hər bir halda nəsə proses düz getmirsə, boolean default dəyəri false-dur. Sənə avtomatik false qaytarır geriyə. Yəni false-un mənası nədir? Yəni bir şeylər düz getmir. Nəzərində olsun. Ona görə hər bir halda false qaytarır. Bu hissəsi də belə. Yəni təbii ki, burada false versəydim, geriyə də false qaytarardı. Çünki elə bir dəyər içəridə var. False. Okey. Və false qaytarıram geriyə. Bu da mənim əslində parse idi. Parse bundan ibarətdir. Yəni istənilən bir dəyərə girib burada, string olsun, double olsun, integer olsun, hamısını parse int, parse double, parse verib hamısını çevirə bilərsiniz. Dəyəri dəyişə gətirə bilərsiniz. Okey. Aha, yes. Int eləyə bilmirik çünki int yerləşmir. Yəni yox, string. Long ola bilər, gəlin deyək. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. 16 rəqəmli kartdır. Okey.
Gəlirəm bura, deyirəm ki, məsələn, birinci int eləyək, görək xətanı alaq. Parse int, card number. Birbaşa bunu sistem altının içində verirəm. Sort. Birbaşa ekrana çıxsın. Məsələn, bunu verəndə çox güman ki, xəta alacam. Rəqəmin çatışmazlığı xətası. Number format exception. Çünki deyirsən, bu dəyərim biraz artıqdır. Okay. Parse intə çevirdikdən sonra. Amma hal-hazırda bunu deyək. Long. Parse long. Mən çox güman düşünürəm ki, indi xəta alacaq. Çünki qarşısında L hərfini verməmişik. Amma almadıq. Onda default olaraq L hərfini verir. Çünki belə gəndə nə baş verəcək? Baxalım number format. Yox. Bu L hərfini istəmir, birbaşa özü L-ə çevirir. Sən long İndi məsələ odur ki, əslində bu L verəndə necə ki double-da D-ni işləyirdi, float-da da bu arada F işləyir. F yazsaz float xəta vermir. Amma long-da prinsip olaraq çox güman ki, L-i özü atır qarşısına, ona görə sizdə xəta vermir. Çünki fərqi yoxdur. Kiçik böyük format buna da verəcək. Görək nə deyir mesajda. Always fails with an exception. Okay. O default olaraq özü L qarşısına atır. Ona görə bizim yazmamıza ehtiyac yoxdur. Hə, baxın sən burada long-la verəndə çıxartdı dəyəri. Amma şeylə verəndə çıxartmır. Int-lə verəndə çünki şey edir. Overflow edir, aşır. Okay. Bu hissəsi belə. Bir də ən son, bir də ən önəmli məqam bizdə nədir? Ən son önəmli məqam da rejectlərdir. Reject bizim nədir? Birbaşa müştəri datasını manipulyasiya eləmək deməkdir. Reject'in mənası, yəni siz dəyəri axtarırsınız, dəyəri filtr eləyirsiniz. Yəni, bildiyiniz if-else case'lərin bir çoxunu reject-lə eləyə bilirsiniz. Məsələn, siz durub bu dəqiqə, mən müştəriyəm də, məsələn, burada nə misal üzərinə gedib, hə, müştəri nəsə data yazır. Özümüz yazaq datanı. Regex test. Gəlirəm bura, main klassını yaratdım. Hə. Bura düşürəm hal-hazırda. String test yazacağım üstü. Hello, my name is Anar. Deyək ki, belə bir şey yazdım. Düzdürmü? Regex'ə mən bir dənə alqoritm vermək istəyirəm ki, i-minli başlanğıc hərfi h olanları tap. Okay. Məsələn, gəlib mən burada təbii ki, yaza bilərəm, if-lə verə bilərəm. Okay. If məsələn start with verə bilərəm ki, birinci split eləyərəm boşluqlara görə. Yəni gələrsiniz bura, deyərsiniz ki, test, nöqtə, split, nəyə görə, boşluqlara görə split elə və mənə dəyəri ver. Sistem out. Mən bütün neyəcək? Hamısını parça-parça alt-alta yazacaq bütün dəyərləri. Split elədim. Hə, bu split bizdə şeylə işləyirdi axı. Əri ilə işləyirdi. Split bizdə, baxın, split gerinə qaytarır, massiv qaytarır, string massivi. Yəni, burada belə yazsam, düşsəm aşağı for, string s, bir də ki, s. Sistem alt S1 versəm, mənə nə baş verəcək? Bütün dəyərlərin hamısı parçalanacaq boşluqlara görə alt-alta çapa düşəcək hamısı. Belə bir şey. Hə, ondan sonra mən contains versəm, məsələn, bizdə nəyi var? Testin start vizi var. Start vizi versəm, prefix məsələn, atıram burada versəm ki, h-la başlayan çıxar, bla bla bla. Siz burada nə eləmiş olursunuz? Split edirsiniz, ayrı kod yazırsınız və filtrasiya eləmiş olursunuz. Amma regex-dən eləmiş olsaz, çox sadə, cəmi 2 dənə komanddan istifadə edərək istənilən bir ağırlıqda rejectin bunun altından çıxarda bilirsiniz. Məsələn, bu rejectin məqsədi də hazırda deyir, G hərfindən başlayanları çıxart. Birinci regex haqqında bir məlumat verim, regex haqqında. Regex bir qarışıq simvollardan ibarət bir koddur və o əzbərlənmir. İndi deyəcəm regexi necə axtarılır, necə tapılır. Məsələn, deyək ki, bu regexin mənası. Regex dediyimiz budur, bir dənə budur əsas. Mənası odur ki, mənə verdiyin filtr üzrə dataları gətir. İndi hal-hazırda düşürəm aşağı. Pattern regexdən gəlir, mən yaratmamışam. Nöqtə. Baxın, hardan gəlir? Regex qalsın. Regex package-in içindən gəlir. Pattern. Pattern nöqtə compile verirəm və regexin bunun içinə atıram artıq. Regex nədir? Budur. Bu. Bunu götürdüm. Attım bunun içinə. Düzdürmü? Hazırdır.
Bir dənə də qarşısına verirəm, pattern atıram. Pattern attım. Və daha sonra matcher bərabərdə pattern.matcher var. Və bu iki sətir həmişə regexdə eyni olur. Compile.pattern. Bunu yazdım. Daha doğrusu matcher. Bunu yazdım. Okay. İçinə nəyə ötürürəm? Yuxarıdakı compile-ı ötürürəm. Ötürdüm mü? Ötürdüm. Nöqtə var verirəm. Все. Nə istəyir məndən? Okay. Text. Mən bu mətni ötürürəm compile-ın içinə. Məntiq olaraq mən nə elədim? Düşdüm aşağı. Regex'in özünü yaratdım. Bir format verdim, standart. Yəni bir AI düşünün, onu öyrətdik ki, ancaq belə bir şeyləri axtar. Okay. Sonra düşdüm aşağı compile.matcher verdim. Onun içinə nəyi verdim? Dedim, bax, səni öyrətmişəm. İndi öyrətdiyim üzrə git bu mətnin içində eşələn tap. Verdim mətni ona. Nöqtə var verirəm. Hazırdır. Okay. İndi düşürəm artıq aşağıda while-ın içində yoxlayıram ki. While matcher nöqtə find. Yəni bu mənası demək ki, əgər tapsan, tapdıqca mənə dataları gətir. Deyirəm ki, system out. Deyirəm ki, data matcher nöqtə group. İndi mən run eləsəm əpi. Baxın, mən nə elədim? Mətn verdim. Bu mətn müştərinin gələn mətnini mən əlinə yazdım. Bu həmişə standartdır. Baxın, burada nə görürsünüzsə eynidir. Dəyişən bir dənə nədir? Budur. Çünki sizin mətninizin variable adı nədirsə onu yapışdırırsınız. Bir də regex'inizin tipi olacaq. Bu Q hərfi ilə başlayanları tapır. Məsələn, burada Q hərfi ilə bir şey başlayır, yox. Deməli, heç nə tapmayacaq. Və düşürəm aşağı, deyirəm ki, nə qədər ki, deyirəm, Q hərfi ilə başlayan bir şey tapdın, nə qədər ki, deyirəm, matcher find, yəni uyğun tapdın, onu neyinə? Qruplaşdır, ver mənə. Ekrana verirəm kodu, çap edirəm, heç nə gəlməyəcək. Çünki ciddən də elə bir şey yoxdur. Amma indi, məsələn, qalib yazdım, bir dənə əlavə dəyər atdım. Run edirəm təzədən, baxın. Kod getdi, deyir, tapdım. Nəyi tapdım? Qalibi tapdım. Bir dənə də ortaya başqa bir şey verim. Qəmər. Bir dənə də run edirəm, baxın. Gördünüz. Qəmərdə tapdı, qalibi də tapdı. Q ilə başlayan hər şeyi tapdı. İndi sual. Deyə bilərsiniz ki, okey, mən indi başqa bir şey işləyəcəm də. Mən deyəcəm ki, nə bilim, Y ilə başlayanları tapsın və yaxud da ki, uzunluğu məsələn 5 olanları mənə versin. O regex milyon dənədir. Onu heç vaxt oturub əzbərləyənməz. Çünki kombinasiyalardan ibarətdir. Bu ən sadəsi idi. Mən gəlirəm bura. AI-dən istəyirəm ki, mənə elə bir regex ver ki, uzunluğu məsələn 5-dən ibarət olan sözləri mənə versin. Give me regex where will find words with length 5. Bir dənə AI yazdım ki, mənə uzunluğu 5 olan, yəni uzunluğu 5 olan hərfləri, sözü tapan bir dənə regex ver. Enter'ə bastım. Bax, mənə heç nə vermir. Gördünüz, bir dənə kod verdi mənə. Bunu prosta götürürəm, gəlirəm bura. Tuturam bura. Attım. Tırnağın arasına ataq. Görək, işləyəcək. Attım bura. Məntiq nə idi burada? Dedim, uzunluğu 5-dən ibarət olanları versin. Qəmər, nə bilim, bir də years, bir də qalib. 3 dənə şey verməlidir mənə. Girirəm bura, görək verəcəkmi? Okey. Gəldim indi AI-in probleminə. Hide, too short, match, Apple, great world. Okey. Hal-hazırda give me regex for Java. Java üçün regex versin bizə. Tak, verdi. Bunu götürürəm. Baxın, hətta kombinasiya yazıb sizdə. Bu dırnaqda olan regex'i götürürsünüz. Bunu qətiyyən əzbərləmirsiniz. Atıram bura. Əslində eyni şeydir. Attım bura. Run edirəm. Okey. Baxın, mənə nələr verdi? Uzunluğu bayaq bir dənə var idi. Bura /n düşmüşdü. Ona görə gətirmişdi. Bu düşmüşdü. Və data hello. Hello nə deməkdir? 5 dənə hərfdən ibarətdir. Qəmər, years, qalib. Deməli, ciddən 5 dənədən ibarətləri gətirdi. Yəni, girib buradan 2 eləsəz, bu gedib mai gətirəcək, easy, amı gətirəcək. Baxın. Gördünüz, bunları gətirdi. Regex'in yəni əslində rolu bundan ibarətdir. Regex siz bir dənə komanda istəyirsiniz. Əvvəllər AI-dən əvvəl bu
regex komandası var idi. Regex command. Regex'in səhifələri var idi. Oradan girib generasiya girdilər cürbəcür yerlərdən. Bu mövzusudur. Regex'in bir dənə prompt yeri var idi. Girib oradan biz axtarırdıq lap əvvəllər. İndi bilmirəm hardadır. Çox güman ki, heç yoxdur burada. Nəysə, bilirsiniz nə idi? Bu kodu səliqəyə salan bir dənə promptu idi. Girirdin ora, məsələn, orada sən nə istəyirdinsə yazırdın, atıram. Mənə bunu ver. AI-in bir növü idi də. O sənə onu verirdi. Amma hal-hazırda full hamısını mən buradan alıram deyə artıq elə bir saytlara ehtiyac olmur. Hər şeyi bir dənə bunun üzərinə apara bilirəm. Yəni burada aydın oldu mu sizə Regex'in tam olaraq məntiqi? Siz müştəri datasını öz filtrasiyanıza görə ignore edib idarə edə bilirsiniz. Regex'in əslində mənası odur. Bir dənə dəyişən gördünüz nə oldu? Bir dənə bura oldu dəyişən. Başqa heç nə dəyişmir. Kod strukturu necə var qalır. Kimin buradan sual var? Yoxsa keçirəm Regex'in o bir hissəsinə. Regex'dən başqa dataları manipulyasiya edəcəm. Okay, tamam. Davam edirəm. Bir dənə də ən sonda email var, validate email. Bax, gəlirəm aşağı, bunu saxlayıram. Validate email. String email bərabərdir anar @alisada. Yox, anar alisada @gmail.com. Okay. Və yazdım bunu. İndi hal-hazırda, baxın burada nə baş verir? Regex istəyirəm, düzdür? Düşürəm aşağı, düşməmişdən qabaq gedirəm, heç bunu yazmayacağam. AI gedirəm. Bir yerdə istəyirəm, axtaraq ki, bir yerdə öyrənək. Və deyəcəm, give me regex which will check email format. Email should have these symbols. Deyirəm ki, mənim email bu simvolları mütləq öz daxilində saxlamalıdır, barındırmalıdır. Ət olmalıdır içində. Bir ət olsun. Ət. İnşallah yazacaq. Bir ət dedim olsun. 2 nöqtə dedim olsun. Bitdi. Ətlə nöqtə mütləq istəsin. Bir də ki, bunlar arasında bəsdir. Əsas odur da bizdə nöqtə bir də ət. Məsələn, mənə bir regex verəcək, axtarır. Mənə bir regex gətirdi. Okay. Give regex for bir dənə vurğulayırsınız ki, Java-ya görə versin. Çünki sizə gedib başqa dilə görə regex gətirər, işləməz. Python-a görə regex başqa cürdür, ona görə başqa, ona görə başqa. Java deyən kimi gedib Java-ya uyğun bir dənə regex gətirəcək. Mənə kodda yazılışını istəyirəm göstərsin. Show applied in code. Əslində tətbiq edib, həm də tətbiq edib. Bunu götürürsünüz regex'i. Okay, koda tətbiq olmuş regex. Düşürəm aşağı. String regex yazıram. Atdım onu bura. Və gördünüz. İndi fikirləşin də bunu kimə oturub əzbərləyər. Bu əzbərlənəsi bir şey deyil. Bu sadəcə nə harda axtarıb tapmaq olduğunuzu bildiniz, kifayət edir. Mən tapdım. Bir dənə nə qaldı? Onları match eləmək. Email matches regex. Düşürəm aşağı. Deyirəm if mənim müştərimin emailı həqiqətən də match nə deməkdir? Uyğundur. Yəni matchdirsə, uyğundursa mənim regeximin standartlarından denən ki, sənin emailin uyğundur. Əks halda email uyğun deyil. Uyğundur mu? Həqiqətən yoxlayaq. Ət istəmişəm, ət var. Nöqtə istəmişəm, nöqtə var. Deməli, nə verməlidir? Sənin emailin uyğundur verməlidir. Run edirəm. Nə verəcək? Sənin emailin uyğundur verir. Düzdür. Gəlin bir dənə buradan əti silin. Təzədən göndərirəm. Necə uyğun deyil. Çünki sən həqiqətən də ət işarəsi, email uyğun deyil. Nəyə görə? Çünki sən əti silmirsən, amma orada ət işarəsi axtarır. Adi içinə girib eşlərsiniz, baxın görsənir. Baxın əti burada axtarır, görürsünüz. Nöqtəni burada axtarır. Əlizadə, əti qaytarıram, nöqtəni silirəm indi də. Yenə uyğun olmalıdır, çünki mən nöqtəni də istəmişəm. 2 nöqtə də olmalıdır. Bax, email uyğun deyil. İndi bir dənə nöqtə atdımsa, artıq nə baş verir? Sənin emailin uyğundur. Regex bundan ibarət. Bundan başqa regexin heç bir sizə lazım olacaq, heç bir funksiyonallığı yoxdur. Hal-hazırda yəni regexin maksimum istifadəsi budur. Hər yerdə fərq edəmir.
İş olsun, özünüzdə bir şəxsi bir nəsə yazmaq istəyirsiniz, sayt yığarsınız və sairə və sairə bu кейslər. Okay. İndi qayıdıram sizə. Kimin nə sual çətinliyi yarandı? Hə? Mhm. Yox, eyni məntiqdir. Bunu belə də yaza bilərsən. Sadəcə olaraq 2 dənə yazılış fərqli format göstərdim. Artıq kiməsə hansı rahatlığını işlədə bilər. Hı. Bunu regex çıxartsaydın string kimi, text.match o regex versəydin, gəlib onun içinə şeyi tapacaqdınız. Bunu deyirsən? Yes. Bu əslində 2 dənə yazılış fərqli yazılış formatlarıdır hal-hazırda. Amma gəl səndən yoxlayaq bir yerdə. Bunu da ağlayıram. Yeni bir şey yazıram. Bax, bu teksti götürürəm buradan. Amma bu yazılış burada təsdiq eləməyəcək. Məncə eləməyəcək o. Bu formatla işləyəcək. Amma məntiqlə baxanda işlətməlidir. Gələrəm düşürəm string regex bərabərdir. Okay. Bilirsən nəyə görə? Çünki adi yaza-yaza tutdum temanı ki, bax sən burada true false məntiqidir. Ödədisə bu, ödəmədisə bu verirsən, düzdür? Amma sən burada true false məntiqi işlətmirdik. Biz burada find verirdik. Başa düşdün, tapırdıq. Yəni ödədisə mənə onu ver. Mən onu qaytar. Find-i hardan gətirirdim? Matcher-in içindən. Matcher hardan gəldi? Matcher obyektin içindən. Okay. Tutun nə demək istəyirəm Zeynal? Yes. Yəni burada sən data qrup ayırıb find deyib sənə vermək üçün biz gördün matcher qrup verdik, sənə bu datanı qaytarmaq üçün istifadə edir. Yəni bu bizdə bu isə true false məntiqi ilə işləyir. Mhm. Yes. Yığdı verdi. Yes. Yes. Yəni burada məsələn true false məntiqi yoxdur da. Birbaşa dəyər varsa verir, yoxsa bomboş qaytarır. Amma burada varsa verir, yoxsa deyir ki, yox uyğun deyil. Başa düşdün? Məsələn bunlar yes. Ha. Heç buna baxmağa ehtiyac yoxdur. Yuxarı gəlsək bax, matcher hardan gəlir regex-dən, pattern hardan gəlir regex-dən, içinə girək. Və gördün, external libraries var, kitabxana. De buradan gəlir regex. Anlamadım sualı tam. Aha. Hı. Okay, indi bir dənə sual verirəm də, sənin müştərin girir də, müştərinin datasını validasiya eləyirsən. Sən bunu işlədərsən, yoxsa bunu işlədərsən? Müştəri məsələn girir, içəri buraxmaq istəyirsən ya da buraxmayacaqsan. Sənin şərti uyğun deyilsə buraxmayacaqsan, uyğunsa buraxacaqsan. Orada hansı regex yanaşmasını işlədərsən? Yes, validasiya isə bu olacaq. Yox, sən müştərinin datasını götürüb saxlamaq istəyirsənsə, regex filtrindən keçirdib. Məsələn, bizə nə temadır bax? Mən girirəm, qeydiyyatdan keçirəm. Məni limitləyirsən, steplərə bölürsən məni. Orada sən validasiya edirsən. Yoxsa məni limitlənmirsən, sən sadəcə olaraq mən qeydiyyatdan keçdiyim prosesdə mən bəzi datalarımı seçib yığmağa çalışırsan, müştəri datasını yığırsan, onda sən bunu işlədirsən. Məsələn, sənin maraqlı olduğun datalar var da. Məsələn, müştərin var, bu dataları gələrsə, müştəridə bu data varsa, o müştərinin o datalarını çək. Bu girir onu yoxlayır. Müştəridə o datalar varsa sən axtardın. Onu çəkir. Hər dəfə sən girib müştəri datasını manual iş eləmirsən. Bir dəfə regex verirsən, hər gələn müştərinin içində faylı salarsan, hər gələn müştərini axtarır. Sənin istədiyin varsa onu götürür, səni yığır, götürür, yığır. Axırda sən onu bir dənə listə də yığa bilərsən, listi full oxutura bilərsən, okay, fayl kimi. Amma sən validasiya edirsənsə bunu işlədirsən. Bunda isə dataları yığırsan prosta. Harda? Şərt qoymaq olar, amma bu onun üçündürmü? Ona qalsa məsələn sən for-la bütün while-ın əməliyyatını apara bilərsən. Amma sən for-la aparmağa məntiqi olar, yoxsa while-ın özündən eləməyə məntiqi olar. Məsələn, for-a endless bir dənə loop verərsən, sonsuz loop eləsin. Amma while true olan yerdə for-a niyə sonsuz loop eləyəsən ki? Demək ki, öz məqsədindən kənara çıxır da. Yoxsa məsələn kodda məsələn bir məntiqi dərinləməsinə iş edib başqa bir şeyin verdiyi şeyi çıxartmaq olar.
Amma əgər bunun üçün başqa bir kod zaten varsa, o daha qısa verir və optimal verir. Əgər yenə sual varsa, buyur. Araşdırmaq istədiyin case varsa bir yerdə araşdıraq. Okay. İndi bir də mən taskları izah edəcəm. Tasklar nə tasklardır? Bu taskları işləyəcəksiniz. 5 dənə səviyyəli tasklar var. Ən asandan ən çətinə. Birinci sadədir. Baxın, aylar 12 ayımız var da. Demişəm ki, enama çıxardın ayları. Hamısını loopdan çıxardın. For each-lə. Hamısını çıxarsın ekrana. Sonra bir dənə demişəm ki, create a wrapper for int value and print both wrapper and unwrapper forms. Deyirəm, bir dənə int dəyər yaradın. Sadə, məsələn, int bərabərdir 12 ya da 15. Onu wrap eləyin, təzədən unwrap eləyin. Obyektə salın, bir də obyektdən geriyə qaytarın. Bu da simpledır, sadədir. Bunları keçdim. Bunu mütləq yazın, birincini. Bu da sadədir, bunu da yazın. Gəldim 2-yə. Write a program that takes a number in string format. Bu o deməli ki, scanner kimi bir şey yazın. Müştəriden dəyərləri götürsün. 1, 2, 3 və s. və s. Onu götürün, parse int-əyin, int-ə çevirin. Müştəri bir dənə orada hərfə yol versə, try catch-lə onu tutun, müştəriyə mesaj qaytarın ki, zəhmət olmasa doğru dəyəri daxil elə və yenidən müştəridən soruşun. Kod orada sınmasın. Yəni, while döngüsünə salın. Əgər doğru cavab verərsə, break edin, while-dan çıxarın. Başa düşdünüz onu? İstəyimi. Okay. Bir də traffic light var burada. Bu da bildiyimiz enamdır. Məsələn, svetoforun işığı dəyişməyən bir şeydir. Hər yerdə 3 dənə rəngdir. Deməli, bu enama çıxarda bilirik, çünki stabildir. Deyirəm ki, add a method that how many seconds each light stays on. Bu nə deməkdir? Bir dənə yaradırsınız bunu red, yellow, green. Sadəcə olaraq burada nə edəcəksiniz? Parametrdən yaradacaqsınız. Parametrinə verəcəksiniz. Hərəsinin öz saniyəsi olsun. Və red-i verəndə get parameter second versəz, redin saniyəsini qaytarsın. Yellow'da yellow, green'də green. Bayaqki yazdığım əslində svetofor üzərindən misaldır. Level 3-də isə box unbox'lu bir dənə double dəyəriniz olacaq. Sadəcə onu götürüb böyük double çevirəcəksiniz. Amma ən çox istədiyim əsaslardan biri də budur. Deyirəm, write a regex to find all numbers in the text. Bir dənə regex yazın ki, bunun içindəki bütün numberları çıxartsın. Yəni, bir regex tapın ki, bunun için nə qədər rəqəmlər varsa, ancaq rəqəmləri çıxartsın. Amma bir dənə məsələ var ki, regex ki, bu rəqəmləri tapmaq yerinə birinci parse eləməlisiniz. Parse edib tapmalısınız, sonra onu regexə verməlisiniz. İndi baxın, görün necə edirsiniz. Ən sadə yolu var əslində. Okay. Bu nə deməkdir? Azərbaycan standartında olan rəqəmləri tanıyan regex yazın demişəm. Elə bir regex yazın ki, 994-dür. Yəni, bizim prefikslər var, plusla başlayan. Onları ancaq qəbul etsin. Məsələn, rus nömrəsindən kimsə girsə, plus 7, onu ignore eləsin. Desin ki, sən ölkə standartına uyğun nömrə ilə qeydiyyatdan keçmədin. Bir dənə də o regex istəmişəm sizdən. Və yaxud demişdim, admin, user, guest. O da bu case idi, var. User rollar. Elə bir create an enum user role. Burada siz nə etməyinizi istəyirəm? Admin, user, guest enamı yaratdınız. Bu parametr olaraq bunun içində. Məsələn, adminə verəcəksiniz. Full access. User'a verəcəksiniz, məsələn, permanent access, müəyyən müddətli access. Guest'ə verəcəksiniz ki, limited access. Ancaq baxa bilər. Düzdür, parametr verdiniz. Bayaq int vermişdik parametrdə. İndi sadəcə olaraq string verəcəksiniz. Və onu get edib, loopa salıb get edəcəksiniz ki, həqiqətən də user rolların string parametrlərini çəkib özünüzdə print edəcəksiniz. Okay. Əslində bu məntiqdir də. Bayaq onu izah eləmişdim. Bu məntiqdir. Burada mən int-lə işləmişəm, siz string-lə işləyəcəksiniz. Bura string verəcəksiniz. Bura. Mən int-lə yazmışam onu. Okay. Bir də 5-dir. Ən challenge edəcək budur və maraqlısı budur. Sadə login sistemi yaradırsınız. Müştəridən sadəcə olaraq username, passwordunu daxil etməyini istəyirsiniz. Username, passwordda ümumi bir dənə regex qoyun özünüzdən. Məsələn, password bir dənə böyük hərf olsun passwordun içində, @ olsun. Bir dənə də mütləq alt xətt, üst xətt falan belə case'lər olsun. Müştəridən şeyə salın da, loopa salın ki, o bütün şərtləri ödəsin. Və müştəriyə şans verin. 3 dəfədən çox ödəyə bilməzsə blok eləyin, qırın. Təzədən girib sıfırdan qeydiyyata başlasın. Əslində maraqlı bir case deyə bilərəm. Və müştəridən username istəyin, sonra parol istəyin. Müştəri parolu səhv yazandan da bir də təzədən onu qaytarın arxaya, amma username istəməyin. Adam zaten onu düz yazıb. Müştərini yormayın. Təzədən parol istəyin. Parol yenə səhv yazırsa, bir dənə təzədən parol istəyin. Üçüncü səfər səhv yazsa, birbaşa təzədən sistemi qırıb, birbaşa təzədən gedin adından başlayın. Bildiniz necə? 3 şans verin, amma ilk səhvində onu sıfıra qaytarmayın da, çünki müştərini qaçırmış olacaqsınız. Bizdə məsələn burada işdə necə edirik?
Müştəri qeydiyyatdan keçir. Müştərinin ilk səhvində biz onun bütün qeydiyyatını sıfırlasaq, bu müştəri sıxılar da. Çünki gözünə durar, deyər sabah eləyərəm, sabah da eləməyəcək. Müştərini itirmiş olur. Adını yazdı. İndi username, parol mən yazmışam. Biraz geniş tuta bilərsiniz. Yazdı. Parolda səhv elədisə, full qırmayın da flow. Bir dənə addım arxaya atın. Nəyi səhv eləyibsə onu təzədən istəyin. 3 dənə də şans verin. O şansı da istifadə edərsə atın sıfıra. Belə bir yanaşma edin. Aha. Orada müştəri məmnuniyyəti nəzərə alınmayıb. Məsələn, bizim bir dəqiqə görüşlər olur kapitalda ofisdə. Görüşlər olanda biz nə deyirlər? Elə eləyin ki, müştəri qaçmasın. Çünki müştəri maraqlı deyil sən nə kod yazmısan, sən nə qədər əziyyət çəkmisən. Müştəri istəyir ki, mənə rahat olsun. Mən məsələn girib qeydiyyatdan bir manatın qeydiyyatdan keçirəmsə, mənim bir yerdə qırıldımsa, məni sıfırlasan, mən şəxsən sıxılacağam. Deyəcəm mən okeydə, yəni gözümə durur da. Adi məsələn o müştəri məmnuniyyətsizliyidir şəxsən. Bizdə məsələn o yanaşmaları çalışırlar eləməsinlər. Bir də bəzi triki yerlər var, fırıldaq yerlər var. Məsələn, müştərinin hər şeyini istəyir. Ən axırı deyir ki, kartı dəyişdirməlisən. Müştəri çox vaxt niyə elə deyirlər? Ən sona niyə saxlayırlar onu? Çünki müştəri baxır ki, o gün qeydiyyatdan keçmişəm, yarım saat vaxt sərf eləmişəm. $1 istəyir də, verim də $1-dır. Elə milyon dənə elə müştərilərdən milyon dollar qazanarsan, okey? Yəni bu artıq biznes strategiyadır da, müştərinin beyninə oynamaq. Arxasındakı heç nə. Müştəri qiymət daxil elədikcə siz götürürsünüz, onu parse edirsiniz. Müştəridən string kimi alırsınız. Next line, scanner.next line aldınız. Amma onu götürüb parse edirsiniz, double-a çevirirsiniz və o məntiqlə artıq işlətməyə başlayırsınız. Belə. Tasklar əgər aydındırsa və dərsdən heç bir sualınız yoxdursa bu qədər. Okay. Çox vacib mövzudur, çox həssas mövzulardır da. O sualınız varsa 100% olacaq tasklar işləyəndə. 4-də 5-də 100% yanılacaq. Amma özünüzü challenge eləyin də. Gördünüz çox sadə gəldi, qəlizləşdirin. O da sadə gəldi, deyin biraz da qəliz task atın. So. Okay. Okay, Səid, Zeynal okeydir. Məhəmməd, Kənan, sizdə nə yerdə oldu dərsin vəziyyəti?